Aludəçilik nədir? Aludəçilik odur ki, yeri gəlmişkən, bura Babazərən qəsəbəsidir. Bugün artıq qış fəsli daxil oldu, dekabrın 21-idir. Bu fanarlardan çox xoşum gəlir. Ulitsa Senzam. Fanarların effekti çox gözəl görsənir. Aludəçilik nədir? Bütün həftə boyu gözləyirsən ki, 6 bazar gələr, doyunca yataram. 6 bazarda bax hələ hava işıqlaşmayıb, gedirəm qarmaqları yoxlamağa. Çünki mən balıqçılığın aludəsiyəm. Aludəsiyəm bu şeyə. Yəni bunu fəxr eləsə hal deyil. Başqa aludəçiliklər kimidir bu da. Yəni onlara baxanda nisbətən yaxşıdır. Bu məsələn mənim atam uşaqlığı düşüb 41-45-ə soyulmuş, əskərlər üçün soyulmuş kartofun qabığın heç indiki uşaqlar bilməz maşınka nədir. Neft maşınkasında pişirib yiyiblər. Qoyunun qanın teşdə pişirib yiyiblər. Və bu şeyləri mənə danışıb, mənim xatirəmdə ki, yəni çətinliyi filan bəsməkan belə olur. Mən özüm daxil bizim pokoleniya 40-ın üstündə olanlar atalarımızdan, babalarımızdan belə şeyləri eşitdiyimizə görə nisbətən stoyki, dözümcül olmuşum da, dözümlük. Bax görürsən, səhər tezdən durmuşam, gedirəm qarmaqlarımı yoxlamağa. Onlar daha dözümlü idi. Uşaqlığı 41-45-ə görə düşənlər, kartuşka qabığın maşınkada yeyənlər, qoyunun qanın teşdə yeyənlər daha dözümlü idi. Biz onları eşitmişik. Düzdür, 2 dəfə Qarabağ müharibəsi yaşamışıq. Biz də 2 dəfə Qarabağ müharibəsi yaşamış insanlarıq. 90'ları çörək o çirtlərin görmüş insanlarıq. Amma yenə də o ata-babanın 41-45'də gördüyü əziyyəti görməmişik. Biz onlara nisbətən zəifik. Çox zəif idi. İndi bizim də yaşlılarımızdan eləsi var ki, başı daşdan daşa deyib, heç kimin xətrinə toxunmaq istəmirəm. No, indiki pokoleniya var ya. İndiki pokoleniya, biz özümüz də bu paradoksaldır da. Biz hər gün dua edirik ki, ay Allah, Allah sizə çətin günlər qismət eləməsin. Həmişə firavan yaşayın. Firavan yaşayan da insan möhkəm ola bilmir. Heç cür mümkün deyil. İstəyir apar uşu sandoya qoy, istəyir jiu-jitsuya yazır, xeyri yoxdur. O həyatı çətinliklər görməyincə möhkəmləşmir.